hissədə Velcro paneldir. Velcro. Bura kimlik əlavə eləmək olar, qan qrupu əlavə eləmək olar, yazılar olur burada. Maşının içində ya avtobusda əsilib qalan bir situasiya olsa şüşəni qırıb çıxmaq üçün, taktiki qələm adlanır olar. İçində astarı Oxford Ripstop. Oxford Ripstop. Bu adla tanınır. Burada görürsünüz xanalardır belə. Salamlayırıq qardaşlarımızı, dostlarımızı, bizim bu mövzularla maraqlanan bütün izləyicilərimizi. Qardaşlarımız bizim bu gün də çox maraqlı bir çanta, çox maraqlı bir orqanayzer haqqında danışacağım. Yenə də bugünkü videomuzda Sahar Brut markalı orqanayzerdir. Bu orqanayzerdə, bu çantada fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan boxçanın bir hissəsidir. O boxça ki mən yığıram. Həmin bu çanta da o boxçanın bir hissəsidir. Bu çantanı ümumilikdə, ən birinci bu çantanı sifariş eləmişdim. Daha sonra bunu sifariş elədim. Satıcı ilə çox danışdım, məsləhətləşdim. Bunu sifariş elədim və bu balaca açar qabı ilə, bu patch adlanır, bunlar patch. Bunların birini 4 dənə, 1, 2, 3 əsas çantamdadır. O da unit bag'dir. O da Rusiya istehsalıdır. Bir dənə də patch bunun içində olmalıdır ya bunun içində olur. 4 dənə də patch hədiyyə elədi mənə satıcı və bu çanta da Cardura materialındandır. Cardura çox keyfiyyətli, dözümlü bir materialdır. Burada da 2 hissədən asılır. Bir açmaq üçün 2 tutacaq var. 2 dənədir, bağladır. Burada da üst hissədə Velcro paneldir. Velcro. Bura kimlik əlavə eləmək olar, qan qrupu əlavə eləmək olar, yazılar olur burada. Hansısa qrupdasınızsa, hansısa qrupların, hansısa bir hobbiniz varsa onların ikonkaları, işarələri, loqolarını əlavə eləyə bilərsiniz. Çox maraqlı. Hansısa bu işıq əks etdirən balaca ikonkalar əlavə eləyə bilərsiniz. Gecə vaxtı fosforlu ikonkalar, bu içsə tapa biləsiniz rahat. Bunları əlavə edə bilərsiniz və üst paneldə cibdir burada. Gəlin baxaq, mən burada nə qoymuşam? Maska. Maskanı yerləşdirmişəm burada. Arxa hissəyə baxırıq. Burada molly petlələri belə adlanır. Molly kripleni deyirlər. Molly panel. Molly petlələri var. Bunlar digər çantalara əlavə askı kimi. Patsumka deyirlər. Bu əlavə askı tipli çantadır. Əlavə askı kimi bunu istifadə eləmək olar və yaxud bura cib kimi, fanar, taktiki qələmlər var. Hansı ki adi qələmdir. Kənar hissəsində, arxa hissəsində çox güclü iti dəmir ola bilir, almaz ola bilir. Şüşə kəsən material kimi olur. Maşının içində ya avtobusda əsilib qalan bir situasiya olsa şüşəni qırıb çıxmaq üçün, taktiki qələm adlanır olar. Bir tərəfə qələmdir, bir tərəfə həmin o dediyim kimi şüşəni sındırıb çıxmaq üçün istifadə olunan bir aksesuardır. Bəzilərində balaca fanar da olur üstündə. Burada molly petlələri belə deyək var. Burada tutacaqdır və aşağıda D şəkilli, D hərfi şəklində olan tutacaqdır və yaxud buradan da askı kimi istifadə eləmək olar bunu. Çox keyfiyyətli, həddindən artıq keyfiyyətli. Bu bəs qədər keyfiyyətlidir. Burada qiymətinə görə belə deyək də bu Sahar Brut çox sənətkarlıq eləyib burada. Çox əl çatandır. Həm də ki bu digər firmalarla, digər kampaniyalarla müqayisədə çox ucuzdur. 3 dəfə ucuzdur, 2 dəfə, 3 dəfə ucuzdur. Çox keyfiyyətli materialdır Cardura. Cardura 1000D'dir burada. Və içində astarı Oxford Ripstop'dur. Oxford Ripstop, bu adla tanınır. Burada görürsünüz xanalardır belə. Xanalardır görürsünüz. Bunlar cırılmaya qarşı Oxford Ripstop. Hər ikisi də Cənubi Koreya istehsalıdır materiallar. Çox keyfiyyətlidir. Tikilişi burada bu hissələri görürsünüz. Burada fərqlilik var biraz.
Bir panel belədir. Burada bir cib ümumilikdə belə gedir. Bir cib belədir. Baxaq bura gəlin. Misal üçün bu Phoenix markalı fənəri yerləşdirək bura. Bunlar belə yerləşdirmək olar. Aşağıda olsa bura. Əksinə. Yəni 1, 2, 3, 4, 5, 6 göz var burada. Bu paneldə 6 göz var. Bax bu hissədə üzdə olan. Altda olanlarda deməli 1, 2, 3. 3 dənə də böyük gözü var bunun. Daha böyük aksesuarlar yerləşdirməyə. Və burada da cib var. Burada mən xamutlar yerləşdirmişəm. Bunlarla da bərkitmək olur, nəyisə birləşdirmək olur. Xamut 5 dənə bura qoymuşam, 5 dənə ora qoymuşam, 5 dənə o biri sumkada var. Xamutlar çox lazımlı bir, belə deyək də, aksesuardır, alətdir, belə deyək. Burada karabin var, balaca karabindir. Burada da açarları əlavə eləyə bilərsiniz. Balaca fanar əlavə eləyə bilərsiniz. Hər halda bu karabin burada var. Və gəlirik bu biri hissəyə, bu birisi. Burada mən alışqan yerləşdirmişəm. Victorinox bıçağıdır, turistik bıçaqdır. Gəlin bunları mən çıxardım. Tam olaraq bunu çıxardım buradan. Bunu da çıxartdım. Burada da velcro panel var. Bu velcro paneli də nə etmək olar? Misal üçün belə satılır bu material. Bunun əks materialdır da bu paneldir. Bunlar buna yapışan. Bunu biz kleyləyə bilərik, kleylə. Yapışqanla. Bunu biz yapışqanla bu materialdan yapışdıra bilərik alışqana, fanara. Biz bunları belə yapışdıra bilərik. Yəni bu materialı tam olaraq ayrıca alıb bunu düzəldə bilərik. Saxar brut yerləşdiririk bura. Deməli, burada da 1 göz, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə də əlavə xırda aksesuar burada yerləşdirə bilərik. Burada da karabin. Burada da çox maraqlı. Yəni, çox belə deyək, həddindən artıq. Yəni, ləzzət edir də bu keyfiyyətin belə olmağı. Burada da rezin belə bir yer var. Bağlaya bilərsiniz. Çox keyfiyyətli. Ölçüləri də göstərək. Təqribi deyirəm 18-in 12-yə. Qalınlıq da təqribidir. 5 yarım. Bunları öz ölçüləri var. Tam dolu olanda bu hansı ölçülərə qədər genişlənə bilir. Onları da mən çalışacağım ki, videonun altında alt yazıda qeyd edeyim, hamısını videonun altında tam olaraq xarakteristikalarını bunun. Materialdır, ölçülərdir, çəkisinə kimi bunları hazırlayıb bölüşəcəm. Bugünkü videomuzda da bu qədər. Bu çanta haqqında öz fikirlərimi paylaşdım. Tam olaraq göstərdim ölçülərini. Keyfiyyət yüksək səviyyədədir. Belə eləyim, materialın nə qədər çobud olduğu bilinir, nə qədər möhkəm olduğu bilinir. Çox keyfiyyətlidir. İndi maraqlananlar, kimlər ki bu Maxpedition kampaniyasını tanıyır, Tasmanian Tiger kampaniyasını tanıyır, sonra 5.11 Tactical kampaniyasını tanıyır, başqa kampaniya, M-Tak var, M-Tactical var, onlar hamısı yəni belə çantalar istehsal edirlər Carduradan, çox keyfiyyətli, çox dözümlü. Yəni bu onların içində qiymətinə görə çox idealdır. Bugünlük bu qədər. Görüşərik. Fikirlərinizi yazın, əgər maraqlıdırsa sizə bu mövzu.